Salamlar, necəsiz? Hər zaman belə dəyişim videoları xoşuma gəlir. Dedim ki, mən də sizin üçün belə bir video çəkim. Yadınıza gəlirsə, keçən il yayda mebel ustası axtarırdım. Və nəhayət aylar sonra tapdıq. Bura uşaqların otağı olsa da, artıq 5 il olacaq ki, yoldaşım buranı özü üçün iş otağı edib. Yerim ben seni. Arası olarak sen mesela buranı edecek. Sen ne işin var burada? Təxmini mənim 13-14 yaşıma qədər otağım olmayıb. Nənəmlə bir otaqda yatmışam. Uşaqlıqda sehirli annəmə baxırdım, orada da uşaqların hər birinin ayrı-ayrı otağı var idi. Heç vaxt dilə gətirməsəm də arzulayırdım ki, mənim də ayrı bir otağım olsun. Bizim Şuvalan evində balaca bir mətbəximiz var idi. Neyirsən sen burada? Neyirsən? Böyle polkalar. Anamla nənəm həmin mətbəxi mənim üçün otaq etdilər. Yukarıda. Bütün şövalyerdi. Otaqda çəhrayı mebelin və açılıb bağlanan divanım var idi. Neyirsən Ayaz? Götürdü gitti. Yoldaşım mətbəxdə yemək yeyirdi və bilmirdi ki, mən sizə nəsə danışıram. Dolabı niyə sona qədər etdirdiyimizi başa salacaqdım. Biraz sonra deyəcəyəm. Bilmirəm neyi götürsün, neyləsin. Baba. Kararsız da var. Nənəmgil həyətdə isə ayrıca mətbəx tikdirdilər. 13-14 ildən sonra mənim arzum reallaşmışdı. Özümə məxsus balaca şirin bir otağım var idi. Bizə gələn qohumlar da mənim otağımda qalmağı sevirdilər. Balaca da olsa çox rahat idi. Səhv etmirəmsə, köhnə vloqlarımın birində otağımı sizə göstərmişəm. Artıq otağımda nə çəhrayı mebel var, nə də ki, həmin divan. Gel otur burada. Ne diyeyim? Ne diyeyim? Ne diyeyim? Yok. Otur orada. Mama sus. Buraları sus. Diş. Git sabah. Git sabah mama işlerini görsün. Git çıkma üstüne. Bu arada məni izləyən uşaqlı xanımlar, sizin də uşaqlarınız sizə çox bağlıdır. Duyğu Ayaz qədər məndən yapışmırdı, amma Ayaz Kaç o yana, kaç. videodan da göründüyü kimi hər dəqiqə yanımda olmağa çalışır. Hər zaman böyüklər deyirdilər ki, oğlanlar analarına daha bağlı olur. Oğlum doğulduqdan sonra anladım ki, həqiqətən də beləymiş. Balalarıma gördüyünüz bu iki yataq dəstini almışam. İnşallah dəyişmək üçün yenidən əlavə bir yataq dəsti də hər ikisini almalıyam. Hər yeri toz soranladım, sildim, təmizlədim. İndi də matrasları yerləşdiririk. Duyğu böyükdür deyə hələlik ikinci mərtəbədə yatar, sonra böyüdükdən sonra istəsələr yerlərini dəyişərlər, Ayaz yuxarıda yatar. Hər iki uşağım da təması sevir, gecələr yatanda məni qucaqlayıb yatırlar. Açığı hələ də bilmirəm ki, onları yerlərinə necə öyrəşdirəcəyəm. Artıq məni dərd alıb ki, mən ikiyə necə bölünüm, hər ikisi də mənimlə yatır. Ayaz 1 ay 9 aylıqdır və ayağımda yellənərək yatır. İkisi arasında da yaş fərqi az olduğu üçün ümumiyyətlə uşağı yellətməyin tərəfdarı olmasam da buna məcbur idim. Artıq 2 gündür ki, yellətmədən yatmağa öyrəşdirməyə çalışıram. Son 1 aydır ki, Ayaz gecələr normal yatmır. Gecə 1-2 olur oyanır, sonra ayağımda yellədirəm ki, yatsın, 3-4 saat ayağımda yellənir, səhər saat 5-də 6-da yatır. 2 gündür ki, həm rejimə salmağa çalışıram, həm də ki, yellətmədən yatızdırmağa. Bu arada sizdən bir xahişim var, kanalıma abunə olub mənə dəstək olmağınız. Yazdığınız xoş sözlər mənə motivasiya verir. İndi deyə bilərsiniz ki, niyə 13-14 yaşında olan otağından danışdın? Artıq 28 yaşım var və 2 övladım var.
Ana olaraq çalışıram ki, onlara rahat, xoşbəxt həyat verə bilim. İstəmirəm ki, mənim 13-14 yaşımda əldə etdiyim o otağı onlar da həmin yaşlarda əldə etsin. Bir addım atarkən artıq onları da düşünürəm ki, onlar necə hiss edərlər, nə fikirləşərlər. Mən balaca olsaydım bu yaşımda nə istəyərdim? Və buna görə də keçən ildən artıq mebel ustası axtarmağa başlamışdım. Və hal-hazırda gördüyüm mənzərə məni çox xoşbəxt edir. Bu dolabı hazırlatmağımız da mənim işimi bir xeyli yüngülləşdirdi. Çünki uşaqların paltarlarını qoyacağım yerim yox idi. Hələlik qızımın saç rezinlərini, bantiklərini bu qaba yerləşdirmişəm. Onun üçün gözəl bir şey alacağam. İnşallah aldıqdan sonra sizinlə birlikdə yerləşdirərəm. Köhnə vloquma baxanlar bilir ki, mən əvvəl 2 dənə sirtmə ayırmışdım onlar üçün. Həmin sirtmələr çox balaca idi, paltarları üst-üstə yığdığımda dağılırdı. İndi isə bu şifoneri 2 hissəyə ayırdım. Bir tərəfində Duyğunun paltarları, digər tərəfdə isə Ayazın paltarları. Evimizin hündürlüyü 3 metrdən çox olsa da, evin hər küncündə qəribə bir çıxıntı var. Şifoneri düzəldərkən usta dedi ki, gəlin bunu çıxıntıya qədər edək. Mən isə dedim ki, çıxıntıya qədər yox, axıra qədər edək. Həm evdə şkafın çoxluğunun bir zərəri yoxdur, içinə daha çox əşya yerləşdirmək olar, həm də uşaqların otağı olduğu üçün üstünə hər zaman toz yığılacaq. Mən də hər dəfə oranı silə bilməyəcəyəm. 3, 2, 1. This is Duygu's Ne güzeldi ha Duygu. Ne geçendi. Bak burası senindi. This is pink. Çıx bax. Çıxmaq istəyirsən ora? Kemerliğin çıkırsan buraya. Kemerliğin kalkır bak. Gel. Gel. Bak. Qoy çıxsın, özü də qoysun ayaqlarını. 2, 3. Yapış, yapış buradan yapış. Tut buradan, tut, kalk. Tut kaldıracağım. Kaldıracağım, kalk. Ha? Ha? Duygusun yeridir. Bak hele. This is Duygu's bed. Sən xoşuna gəldi bura? Gecə yatacaqsan burada. Aferin sənə. Bu dolabın ne? Dolap alacağım. Alacaqsan, turalı kravat alacaqsan. Alacağım. Ayağımın kapıdan sevgili alacağım. Dolabı da alacağım. Yaxşı, çox sağ ol. Hamurunu alacağım. Yaxşı, çox sağ ol ürəyim. My family. Yes, we are your family. Yeah. You are my life. You are my heart. Nasıl olmalı? Mənə uzanmaq istəyirsən? Hə. Gəlim, yanına gəlim. Yaxşı. Gel. Gel çık benim yanıma. Sən maman nəysən? Hə? Aşkım. Aşkısan mamanı. Sən maman başqa nəysən? Hı. Ürəyi. Yok. Bəs nə? Bir şurayı. Pink ürəyi. Sonra? Həyatı. Hayatı. Gelme. Gel beni yanıma gel. Yanına gəlim. Yaxşı. Ay can. Mami swoje всегда помогаю. Мою бас. Маме своей. Маме твоей всегда помогаю. Мою бас. Ну и напеваю. Ла ла. Öpüm səni. Bak bak ana. Ay can. Bak Sən maman nəysən? aşkım. Sonra? Mən sənə heç aşkı demirəm axı ürəyim. Aşkım. Mən sənə ürəyim deyirəm, həyatım deyirəm. Aşkım değiller. Aşkım da deyim. Yaxşı, aşkım da deyirəm. Aşkım demeli. Aha. Şirinimdir mənim. Sonra? Vlogumu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Özünüzdən müğayət olun. Hələlik gələn vloqlarda görüşənə qədər.